Növbəti videomuz Unit 16 Listening, dinləmə. Dinləmədən öncə sizin də vaxtınız olacaq ki, suallara baxasınız. İlk öncə tekstin nə haqqında olduğu barədə bir anlayış formalaşdıraq özümüzdə. Hər yerdə pen, paper, ink falan görürəm. Deməli, kağız, mürəkkəb, qələm, belə şeylər olacaq. Məndən spesifik cavab istəyən şey var. 2 sual var. Onlara diqqətlə altından xətt çəkirəm ki, artıq mən teksti dinləyərkən fokusum bunlarda olsun. O sözləri eşidən kimi dinləməm artsın, yönəlim o tərəfə və cavabı asanlıqla tapım. Deməli, burada məndən nə soruşur? Metal qələmlərinin ixtirasından öncə hansı qələmlər düzəldilmişdi? İkinci tərəfdə nə soruşur? Fountain pens had a special pull inside the store. Cümləni veribdi. Sonundakı spesifik sözü soruşur məndən. Yəni, fountain penin içində nə saxlanılırdı, onu soruşur. True, false-a gəlirəm. Pen is a tool used for writing. Heç bunu dinləməsəm də bilirəm ki, bu true-dur. Amma yenə də qalsın. Oxudum. İndi keçə bilərəm dinləməyə. Dinləməyə başladım. Dinləməni yekunlaşdırdım, gəldim. Birincini saxlayıram, spesifikləri tez işləyirəm ki, sözlər yadımdan çıxmasın. Mən tekstdə eşitdim ki, metal qələmlərdən öncə hansı var idi? Fuses var idi. Yəni, ilk öncə lələklərdən istifadə edilirdi qələm kimi, daha sonra metala keçdilər. Üçüncüdə spesifik söz cümlənin sonunda burada ink idi. Bunların içində xüsusi rezervuar var ki, onun içində çernil saxlayırıq, mürəkkəb saxlayırıq. Bu bizə imkan verir ki, qələmi hər dəfə çernilə batırmadan yazmağa davam edək. Gəldim 4-1-ə. Bu elə təxmin etdiyim kimi qələm yazmaq üçün istifadə olunur. Nib pens had a sharp metal tip that was dipped in ink. Bəli, nib penlərin metal ucluğu var idi ki, biz onu mürəkkəbə batırırdıq. Bu düzdür. Ballpoint pens were introduced in 19th century. 19-cu əsr deyildi, 20-ci əsr idi, 20th century. Bu false-dur. Fountain pens didn't need to be filled with ink often. Bir tərəfdən buna not given demək istəyirəm yenə. Uşaqlar, əvvəlki videoda izah eləmişdim ki, bir var ki, həqiqətən tekstdəki cümləni verir sənə və görürsən ki, bu düzdür. Eyni söz, parafraz elibdir, amma eyni fikir var. Bəzən sadəcə bir sözü dəyişir, nəsə fikri dəyişir, onun əksini verir sənə. Bunu asanlıqla səhv seçə bilirsən. Burada mənə bu qələmlər haqqında nə demişdi? Demişdi, içində rezervuar var, orada mürəkkəb saxlanılır və hər dəfə çernilə batırmadan yazmağa davam edə bilirik. Amma demədi ki, bunun içindəki mürəkkəb tezmi qutarır, gecmi qutarır. Mən buna tez-tez mi dolduracam, gec-mi dolduracam? Bu barədə mənə heç nə demədi. Ona görə mən deyirəm ki, burada not given, yəni verilməyib variantı olsaydı, bu daha düz olardı. Sadəcə o yoxdur deyə mən false götürəcəm. Ən sonuna saxlamışdım birincini. The history of paper, kağızın tarixi barədə heç nə demədi. The invention of the pen, ilk qələm necə ixtira olunmuşdu, heç nə demədi. Different types of ink, mürəkkəbin növlərinə toxunmadı. How to write with a pen, qələmlə necə yazmaq. Deyirdi, məsələn, metal ucluğu var, mürəkkəbə batır falan filan. Amma bütün tekst bu haqqda deyil axı. The history of the pen, qələmin tarixi, bəli. Əvvəl dedi lələklərdir, sonra dedi metal idi, sonra dedi ballpoint çıxdı və s.